Qubadlıda 3 hərbçini qətlə yetirdiyinə görə ömürlük həbs olunan Çavuşla bağlı qərar verilib. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qubadlı Əlahiddə Sərhəd Diviziyasında 3 hərbi qulluqçunu qətlə yetirməkdə təqsirləndirilən Kiçik Çavuş Elxan Əvəzli barəsində olan hökmdən kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən kassasiya şikayəti təmin edilməyib və aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Xatırladaq ki, Füzuli Hərbi Məhkəməsinin hökmünə əsasən Elxan Əvəzli ömürlük azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişdirməyib. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən 2022-ci il yanvarın 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Kiçik Çavuş Elxan Əvəzli naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları Baş Leytenant İsmailov Yusif İsmailoğlunu, Kiçik Gizir Cəlilzadə Amir Fuaroğlunu və Kiçik Gizir İbrahimov Rəfail Natiqoğlunu qəsdən öldürüb. Daha sonra silahını ataraq hadisə yerindən qaçıb. Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 3 yanvar 2022-ci il tarixdə Laçın rayonunun Malxalə kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.